Həzrəti Əbəlfəzl Əbbas dünyaya gəldi. Əli əleyhissalam dedi ki, o balanı gətirin, qucağıma verin. Gətirdilər, Əli əleyhissalamın qucağına verdilər Həzrəti Əbəlfəzi. Ağa baxdı, təbəssüm elədi. Qollarından öpdü, başladı ağlamağa. Xanım Ümmülbənin gəldi, dedi ki, Əlican, niyə ağlayırsan? Olmuyor, bu balamın bir eybi var. Dedi ki, yox. Bu qolları görürsən? Bu qollar Kərbəlada İmam Hüseyn əleyhissalamın yolunda qət olacaq. Bu gözlərə ox dəyəcək. Bədənində sağlam bir yer qalmayacaq. Uca boylu bir pəhləvan, bir qəhrəman olacaq. Amma bədəninin tikələrini yığmaq mümkün olmayacaq. Əli əleyhissalam bunu deyir Ümmülbəninə. Ümmülbənin deyir ki, İmam Hüseyn necə? Ondan razıdır. Zəmanəsinin imamı ondan razıdır bu halda. Deyir, bəli. İmam Hüseyn əleyhissalamın bayraqdarı olar. Deyir, yaxşı. İmam Hüseyn razıdırsa, Allahın yer üzündə olan elçisi ondan razıdırsa, mən də razıyam. Belə səbirli bir xanım.